Salam, hörmətli dostlar, hər birinizi xoş gördük. Ekonometrika dərsimizdə yenə də sizi salamlayıram. Keçən təlimdə biz, həm keçən təlimlərimizdə əlbəttə ki, biz determinasiya əmsalı haqqında danışdıq, həmçinin reqressiyanın standart kənarlaşması haqqında danışdıq, standart error haqqında danışdıq. Onlar hansı, onlar necə dəyərləndirilir və necə ondan istifadə etmək olar. Həmçinin də bizim modelin, yəni qurduğumuz modelin ümumilikdə, yəni onun beta koeffisientlərinin əhəmiyyəti haqqında danışdıq və bəli, bu qiymətləndirmələr hər biri özlüyündə müəyyən bir mənaya, müəyyən bir, belə deyək, qiymətləndirmə üçün vacib olan parametrlərdir. Lakin bəzən görürsünüz ki, bir parametr və bir-iki parametrlə yetinmək olmasa, digər parametrlərə də baxmaq lazımdır. Reqressiyanın nəticəsindən əldə etdiyimiz digər parametrlərə də baxmaq lazımdır. Onlara baxdıqca, onları dəyərləndirdikcə biz daha dolğun, yəni reqressiya modeli haqqında daha dolğun fikir bildirə bilirik. Bunlardan da biri, F test for significance, belə deyək də, ümumi, modelin əhəmiyyətliyini qiymətləndirmək üçün F testi, belə bir testdir. Bu testin istifadəsi necədir? İndi onu izah etməyə çalışacağım. F testi, deməli, ümumi modelin qiymətləndirilməsinə baxıb. Burada, sum of square of regression, sum of square of error, belə bir iki dənə qiymət var. Onların min sum of square of regression, min sum of square of error, belə deyək də, onların qiymətləri əsasında hesablanır və burada sürət və məxrəc məsələsi çox vacibdir. Sürətdə həmişə böyük ədəd olur, məxrəcdə kiçik ədəd olur. Min square of regression həmişə böyük olur. Çünki məsələn, burada biz əgər danışırıqsa, gəlin mən buradan götürsəm, əgər bizdə danışırıqsa K parametri, bizdə K parametri 1 ədəd diyəcəm. Amma burada bizim 10 dənə datamız var. Çıxılsın 1 olanda bu isə bizə 8 verir. Sum of square of error bizdə nə qədərdirsə, reqressiya bölünsün 8 verir bizə min square of error. Sum of square regression nə qədərsə, elə 1-ə bölünürsə, elə 1 verir bizə. Lakin əlbəttə ki, burada əgər koeffisientlərin sayı 2 və daha çox olsa, daha fərqli nəticələr verəcək. Bu, yeni parametrlər daxil olduqca, elə bil ki, modelin nə qədər əhəmiyyətli olduğu, artıq F testi vasitəsində qiymətləndirir. Əlbəttə ki, əgər biz modelə, deyək ki, məsələn, bizim belə bir modelimiz varsa, y bərabərdir, deyək ki, məsələn, alfa 0 üstə gəlsin alfa 1 vurulsun, deyək ki, məsələn, x varsa, x1 varsa, belə bir dəyişənimiz varsa, x1 deyək də. Bu dəyişəni daxil edəndə, məsələn, bu bir parametrdir, əlbəttə ki, burada k götürür, bir parametr. Biz yeni parametri daxil edəndə, məsələn, deyək ki, alfa 2 vurulsun, x 2, 1, 2, 2 və s. bu formada da 1, 2 deyək də, 1, 2 və s. bu formada daxil edəcək, yeni parametr daxil edəndə artıq nə olur burada? Bizim total sum of square-dan nəsə müəyyən qədər azalmalıdır. Əgər azalmırsa, sum of square regression yerində qalırsa, bu 2-yə dönüşürsə, 2 parametr olsa, bu azalmalı olur. Bu azaldığı təqdirdə min square of error, baxın, bu hissə yerində qaldığı təqdirdə F statistika azalır. F statistika azaldıqca, modelin əhəmiyyətli qabiliyyəti aşağı düşür. Burada, biz min square of regression, min square of error-a niyə bölürük? Onu əvvəlcədən belə bir qısa izah verməyə çalışdım. Əlbəttə ki, mən indi izah verdikcə anlaşılacaq sizin üçün. Demək, biz əvvəlki, belə deyək də, dərslərimizdən öyrəndik ki, determinasiya əmsalı var və determinasiya əmsalı modeldə dəyərləndirilməsində nə kimi rol oynayır? Bu modelin dəyərləndirilməsində belə gedək ki, məsələn, bizim 3 hissədən ibarət olan datamız varsa, məsələn, daha sonra 3 hissədən ibarət olan, məsələn, biz onu necə dəyərləndiririk? Vardır, deməli, total sum of square bərabərdir, deməli, explained sum of square vardır. Bir də üstə gəlsin residual sum of square, bu formada. Və biz explained sum of square, biz r square necə tapırdı? R square bərabərdir, explained sum of squares bölünür total sum of squares. Bu nə qədər böyük olursa, model də o qədər əhəmiyyətli olur. Bu, 3 və daha çox data üçün, belə deyək də, keçərlidir. Lakin əgər də ki, məsələn, sizin əlinizdə 2 dənə data var, onda necə olacaq? Və biz burada riyazi gözləmənin ətrafındakı, total sum of square-ni hesabladıq. 10 oldu bu. Və sum of square mini hesabladıq. Bu da oldu
de ki məsələn 0. Çünki bu iki dənə xətti, yəni bir düz xətt keçirsə, bu yəni bəllidir, yəni bir düz xətt artıq bunun reqressiya modelidir və bu bir şəkildə nəyi bizə verir? Həm də fit line-ı bizə verir ki, məsələn proqnoz xəttini bizə verir. Okay? Regression equation deyək də onu. Və bu 0 olduğu üçün əlbəttə yəni biz burada yəni hesablayası olsaq, yəni determinasiya əmsalını hesablasaq, determinasiya əmsalı bizə nə verir? 100% verəcək. 100% olacaq. Və deyək ki, məsələn, hər hansı digər iki nöqtə götürsək, məsələn, belə iki nöqtəni götürsək, yenə də bizdə determinasiya əmsalı nə olacaq? Yəni 100% olacaq. Yenə dəyişəsi olsa, yenə 100% verəcək. Bu nəticəyə görə biz nə edirik? Yəni R-square-ni biz deməli modelin deyək ki, significance üçün hesablaya bilmirik. Bunun üçün biz nəyi nəzərə almalıyıq? P-value-ni nəzərə almalıyıq. P-value necə yaranır? Yəni hansı hissədən yaranır? Bayaq dedim, yəni P-value bizimdəki F-testində yaranır. F-testi necədir? F-testi bərabərdir. Deməli, burada deməli explained sum of squares, okay, explained sum of squares bölünsün nəyə? K parametrinə. Bu bizə nə verir? Mean square regression verir. Bir də residual sum of squares bölünür nəyə? N çıxılsın, K çıxılsın 1-ə. Yəni bu parametrlərə görə biz qiymətləndirmə aparırıq və bu dəyərlərə görə biz P-value necə hesablanmasını mən deyəcəm də, yəni prosta formulanı bir dəfə də burada sizin xatırlamaq istədim ki, onu yadınızda saxlayasınız. Okay. Və biz deyək ki, R-square-nin belə deyək də necə hesablamaq lazım olduğunu bir dəfə də baxaq. Burada R-square hesablanması necə getdi? Deməli, total sum of square çıxılsın, deməli, regression sum of square, residual sum of square, datanın ətrafındakı, fit line ətrafındakı datanın errorlarının ətrafındakı errorların paylanması, yəni kvadratların cəmindən çıxırıq və onun yəni təzədən nəyə bölürdük? Totala bölürdük. Bu adlanır deməli variansda azalma, yəni reduction in variance deyirik. Lakin belə deyək də bu parametri biz hesablanmasını keçən dərsimizdə elədik. Məsələn, bu dataya görə biz 39% yəni nə aldıq? R-square aldıq. Okay. Və burada bu yəni məsələn F testinin hesablanmasında R-square nə kimi rol oynayır? Nə kimi rol oynayır? Baxın, yuxarıda bizdə var ki, ice cream sales explained by temperature, düzdürmü? Həmin o hissə bölünsün total sum of square, yəni temperatur nəzərə alınmadı. Bu aşağıda isə necə gedir? Variation ice cream daily sales by temperature bölünsün the variation ice cream daily sales not explained by temperature. Okay? Prinsip etibarında burada yəni surətlərin hər ikisi nədir? Eynidir. Lakin əsasən burada problem məxrəcdən çıxır. İndi onun izahını verəndə görəcəksiniz. Okay. Biraz qarşıya verin. Burada bəzi izahlar var. Okay. Bu bizim bu hissə biraz fərqlidir, yəni R-square-dən biraz fərqlidir. Belə deyək də, bu belə deyək də, the dotted line, the residual represents the variation that remains after feeding line. Yəni biz bu xətti çəkəndən sonra bunun ətrafındakı bu hissələr yoxdur, bu həmin bu residual deyək də, qalıqlar. Yəni bu feed line-dan sonra, temperaturun izahından sonra geri qalan nədir? Error termlərdir. Yəni belə deyək də, bunu bu formada nəzərə alsaq. Və biz bunu bayaq ki, yəni bir şeydə hesablanmışdıq, göstərmişdik. Lakin belə digər bir, yəni bu belə deyək də, bunun bir fərqli hesablanmasına baxaq. R-square dediyimiz kimi hesablanması belədir. Sum of square min çıxılsın, sum of square fit bölünsün, sum of square min. Bu formadaydı. Lakin F-testi necə olur? Sum of square min çıxılsın, sum of square fit. Yəni bayaq mən izah etdiyim kimi burada indi mən yazmağa çalışacağım. Bu hissə bizdə nə idi? Bu hissə bizdə explained sum of square, yəni izah olunan hissə idi. Yəni, mindən fiti çıxırdıq da, bu hissədir. Explained sum of square, düzdürmü? Bu hissə bizə izah olunan hissə idi. Bir də burada var P fit çıxılsın P min. P fit çıxılsın P min bizdə nədir? Deməli,
probability fit, fit üçün bizdə nə qədər dedi ki, məsələn 2 dənə data vardı, y və x çıxılsın p-min. Orada isə bir dənə, məsələn biz fit line hesablayanda, ki məsələn y bərabər, yəni bizim funksiyamız necə idi? Beta 0 üstə gəlsin beta 1 vurulsun x üstə gəlsin, error isə danışırıqsa burada. Deməli, burada nə var? Bir də bir x var, bir də y var. Çünki fit line hesablayanda 2 dənə dəyişən nəzərə alınır. Bu və bu, düzdürmü? Amma riyazi gözləməni hesablayanda, riyazi gözləmə ətrafındakı paylamanı, sum of square mini deyək də, bu total sum of square adlanırsa, burada yalnız bir dənə y dəyişəni var, başqası yoxdur. Ona görə burada baxın, p fitdə nə var? 2 dənə data var, p mində bir dənə data var. Bunları buradan çıxanda 1 qalır. Ona görə bizə k dəyişəni üçün biz f testi hesablayanda k dəyişəni üçün necə edirdik? Dedik ki, explained sum of squares bölünsün k. Burada bu k dəyişəni hardan yaranır? P fit çıxılsın p mindən yaranır. Okay? Belə. Demək, gəlin bu hissəni mən təzədən yenə pozum. Okay? Belə. İndi bu hissə isə belə deyək də, yəni əsas o R-square-də, yəni significance hesablamaq üçün, yəni başa düşdük. Yəni o hissə nə demək olar ki, indi yuxarılar. Amma belə deyək də, bu kəsirin sürətlərindən söhbət gedir. Yəni sum square min çıxılsın sum square fit bölünsün sum square fit. Aydındır. Bu hissən bəllidir. Lakin bu hissələri mən biraz qarşıya vereyim. Yəni bunu hardan əldə etdik? Aydındır. Sum of square fit dediyimiz kimi də fit line-da biz neçəni dəyişən nəzərə almışdıq biz burada. Biz orada 2 dediyimiz kimi 2 dəyişən nəzərə aldığımız üçün ona görə orada degree of freedom götürəndə biraz qarşıya verim. Burada bəzi şeylərin izahı verilib. Yəni bunlar biraz taftologiyaya gedirik biz burada. Dediyim kimi bu hissədə biz sum of square p-value fit götürəndə bizdə burada 2 dənə parametr nəzərə alırıq. Lakin ice cream daily sales götürəndə burada temperatur nəzərə alınmadan ice cream daily salesin orta qiymətinin ətrafındakı p-min belə deyək də parametr yalnız burada bir ədəd, yəni yalnız interceptdir. Ona görə bir parametr nəzərə alır və p-min burada 1 olur və biz yuxarıdakı deməli kəsirin sürətindəki bu bölmək üçün, yəni o k parametrini hardan aldığımız sadəcə buradan yəni ortaya çıxır. 2 çıxılsın 1. Okay? Ona görə biz o k parametrini oradan nəzərə alırıq. Lakin kəsirin belə deyək də, deyək ki, məsələn biz yeni bir data daxil edirik. Deyək ki, məsələn dondurma satışını biz izah edirik temperaturla, plus da bir də marketing xərcləri ilə. Artıq orada bizim 2 parametr, 3 parametr yəni daha doğrusu intercept, slope x və slope z. Burada 3 olduğu üçün biz 3 çıxılsın 1-2 olacaq burada. Artıq yəni marketing xərcləri də yəni ice cream daily salesə daxil olacaq. Burada biz nə edəcəyik? Biz orada yəni parametr olaraq biz şeyi götürəcəyik biz. Deməli parametr olaraq biz 2 sayda parametr götürəcək artıq. Yəni 3 çıxılsın 1. Yəni olacaq 2. Okay, belə. Demək, aşağıdakı tərəf isə nədir? Aşağıdakı tərəfdə biz n çıxılsın, p çıxılsın fit. Yəni bizim n sayda datamız varsa, n sayda data bizdə ki, məsələn 10 dənə datadır. Məsələn bizim misaldan, buradakı misaldan 11 dənə datadır. Fit bizdə nə qədər idi? P fit bizdə. P fit bizdə buradakı halımızda bizim 2 dənə data var. Fit olaraq x və y götürür. Temperatur və deməli ice cream daily sales götürmüşüksə, onda bizdə orada nə olacaq? Bizdə p fit üçün bizdə deməli 11 çıxılsın, 1 çıxılsın, yəni bir parametr olaraq x, bir də parametr olaraq yəni slope çıxacaq. Ya da olsa degree of freedom çıxacaq. Bizdə olur nə? F testi orada olur nə? 9 olur bizdə. Okay. Və həmçində F testinin hesablanmasında burada vacib olan tərəf odur ki, əgər sizin yadınızda qalmasa, böyük rəqəm kiçik rəqəmə bölünür. Yəni, bu çox sadədir. Çünki istər-istəməz deməli, əgər biz kəsirin sürətində necə olur? Kəsirin sürətində deməli, mean square regression biz necə əldə edirik? Deməli, sum square regression bölünür k parametr. K parametr bizcə o yerində qalır. Amma kəsirin məxrəci isə yəni daha da kiçilir. Ona görə p-value burada necə əldə olunur? P-value əldə etməsi üçün random datanı əldə edir. Mən bu hissəni yəni daha çox göstərmək istəmirəm. Birbaşa bizim yəni regresiya modelində necədirsə onu göstərməyə çalışacağam. Buradan çıxırıq, biraz qarşıya keçirik. Okay. Deməli
Tak, bizim belə deyək də, regresiya modelində, bunu gəlin mən genişləndirim. Və biz regresiya modelində əldə etdiyimiz nəticədə F statistika necə tapırdıq burada? Yəni F statistikanı biz mean square of regression bölünsün mean square of error bu formada, yəni əldə etdiyimiz nəticə ilə hesablayırıq. İlkin olaraq onu qeyd etmək istəyirəm ki, burada vacib məqamlardan biri nədir? Siz yəni ümumiyyətlə yəni qarşıya bir hipotez qoyulur həmişə. Yəni bu bir mənalıdır. Hipotez necə olur? Məsələn, biz hipotez qoyuruq ki, həqiqətən bu model yəni əhəmiyyətlidir yoxsa əhəmiyyətli deyil. Və əhəmiyyətli, əhəmiyyətsizliyini yoxlamaq üçün biz nəyi götürürük əsasən? F deməli statistikanı ki, burada hesablamışıq. Bunu müqayisə edirik nə ilə? F kritiklə. Yəni cədvəl qiyməti ilə. Cədvəl qiyməti hesablamaq üçün burada bizdə 2 dənə degree of freedom var. Məsələn, baxın görürsünüz, residual sum of square üçün degree of freedom var. Bir də regression sum of square üçün degree of freedom var. Bu degree of freedomlara görə F kritik qiymətini nədən tapırıq? Cədvəldən tapırıq. Əvvəlcədən yəni bütün ekonometrika kitablarında, statistika kitablarında kitabın sonunda həmişə kritik qiymətin yəni nəyə olur? Bir cədvəli olur. O cədvəldən bu qiyməti götürmək olur. Məsələn, bizim halımızda kritik qiymət nədir? Görürsünüz, burada regression outline'da outputda yoxdur. Bu hissəyə tapmaq üçün ilk əvvəl sürət üçün və məxrəc üçün olan degree of freedomlar bəllidir. Yəni mən bunları pozuram. Biz indi F testə gedəcəyik indi. Okay, mən tak buradan çıxaq. Tak belə. F table belə deyək də, F statistics table var, belə bir table var. Gəlin buna baxaq. Bu da yəni müxtəlif yəni faizlərlə olan cədvəl var. Məsələn 10% degree of freedom üçün olan cədvəl var. Baxın, F table 10%dir. 5% üçün var bu formada, 5% üçün var. Həmçinin də 1% üçün var bu formada. İndi əlbəttə ki, yəni Excel-də bunun formulası var. Siz istənilən data cümləni hesablaya bilərsiniz. Məsələn 5% degree of freedom üçün biz baxsaq, əlbəttə ki, bu bir tərəfli test olur həmişə. Yəni həmişə bir tərəf, kvadratik olduğu üçün bir tərəfə gəlir, həmişə müsbət olur. Burada baxmaq lazımdır. Degree of freedom 1, degree of freedom 2 var burada görürsünüz. Bu yuxarıdakı for denominator'dır, aşağıdakı isə for numerator'dır. Məsələn, bizim halımızda yəni sürət üçün degree of freedom burada nə qədər götürmüşdük biz? 1 idi, görürsünüz, degree of freedom 1, görürsünüz, 1'dir. Məxrəc üçün isə nə qədərdir? 8'dir, burada görürsünüz, 8. Deməli, bizim onda yəni 1 və 8 kimi degree of freedom 1, degree of freedom 8 götürdükdə, mən bunu indi bir dəqiq şeylə göstərməyə çalışdım. Degree of freedom 1 üçün götürürüksə və degree of freedom 8 üçün götürürsə, bu kəsişməyə uyğun gələn haradır? O 5,32'dir. Bu bizim o qiymətimiz yoxdur, əldə etdiyimiz F statistik qiymət. Həmin baxın bu 5,32 qiymətinin müqayisə olunacaq. İndi gəlin qayıdaq bu hissəyə. Baxın, deməli bizim F statistikanı baxın buradan əldə edirik. Necə əldə edirik? Deməli sum of square bayaqki o formula necə idi? Biz adım-adım getdik o formulada. Formula necə idi? Deməli, F testi bərabərdir. Deməli, sum of square of mean, okay, mean, çıxılsın sum of square of fit, okay, fit, bölünsün nəyə? P-value for fit, çıxılsın P-value for mean, okay, bu formada. P-value for fit çıxılsın P-value for mean. Bu 2'dir, bu da 1'dirsə, deməli 2 çıxılsın 1, 1 eləyir. Ona görə burada 1 əldə etmişik. Çünki bizim 10 dənə datamız var, aydındır. Amma bizim parametrlərimiz yalnız neçədir? Bir dənədir, yəni. Bir parametrimiz var. İndi burada yine göstərmir, onun aşağı hissəsi var, yəni regression output'un. O hissədən yəni bilirik ki, bir dənə parametrimiz var, x, yəni. Okay, oradan əldə etdiyimiz nəticə ona görə burada 1'dir, yəni. 1'i hardan əldə etmişik, onu mən deməyə çalışdım. Və mean square of, bu hissədə biz sum of square of deməli regression bölünür degree of freedom'a alınır. Daha sonra degree of freedom yox, yəni qaçıqılsın P fit çıxılsın P min. Alırıq yəni eyni qiymət. Lakin residual üçün o kəsirin məxrəci üçün isə biz yəni n çıxılsın, k çıxılsın 1'ə böldüyümüz üçün bu qiyməti alırıq biz. Və də ki bu qiyməti böləndə ki burada göstərir, alırıq nə? Biz F statistik göstərici. F statistik göstəricini nə edirik biz? Əlbəttə ki biz onu deməli bizim burada beta 1 nədir? Koeffisiyentimizdən söhbət gedir. Burada F test deyərkən yəni məsələn siz burada biraz çaşmayasınız deyə mən onu qeyd etməyə çalışacağım ki, əgər biz
H0 deyilsə, burada bizim bir dənə beta parametrimiz var. Əgər bizim beta parametrimiz çox olsaydı, onda deməli F testimiz necə olacaqdı? Daha sonra hipotez olacaqdı. Beta 1 bərabərdir beta 2 bərabərdir, yəni çoxlu sayda olsaydı beta k, bu da bərabər 0. 0 hipotezimiz belə olacaqdı. Alternativdə isə ən azından belə olacaq. Beta c, hər hansı bir dənə beta parametr 0-dan fərqlidir. Ən azı biri 0-dan fərqlidir. Yəni parametr, yəni belə F testin qiymətləndirilməsi bu şərt üzərindən gedir. Lakin bizim burada bir dənə, yəni deməli parametr olduğumuz üçün yəni beta 1 koeffisientinin qiymətləndirməsini aparırıq və degree of freedom bəllidir burada. Numerator üçün 1-dir, denominator üçün, yəni kəsim sürət üçün 1, məxrəc üçün 8-dir. Aydın da oradan əldə etmiş. Alfa level qabaqca müəyyənləşdiririk biz. Yəni by default olaraq bütün softlarda 5%-dir. Yəni burada da eyni şey götürürük və əldə etdiyimiz nəticə, yəni baxın o cədvəldən götürdüyümüz 5,32 bu F kritik qiyməti bizim F test qiyməti, F kritik qiymətinə yoxlayır. Əgər bu əraziyə düşürsə, rejected region deyirik də, bu əraziyə düşürsə, biz deyirik ki, 0 hipotez qəbul olunur. Deyirik ki, yəni bu model əhəmiyyətli deyil. Yox, əgər yəni bu əraziyə düşürsə, yəni rejected region düşürsə, biz deyirik ki, 0 hipotez nə olur? Reject olunur. Yəni bu reject olunur. Alternativ olaraq nə olur? Deyirik ki, bizim beta parametrimiz əhəmiyyətlidir. Bu model üçün yəni əhəmiyyətlidir. Okay. Və buradan da gördüyümüz kimi, yəni buradan əldə etdiyimiz nəticəyə görə F statistik qiymət 11,8, F kritik qiymətdən əlbəttə ki, böyükdür və biz deyirik ki, 0 hipotezi rədd olunur, reject olunur və alternativ götürülür. Alternativ o deməkdir ki, kifayət qədər dəlil var ki, deyək ki, bizim modelimiz əhəmiyyətli. Yəni bunun hesablanma metodologiyası bu formada olur. Bir də digər bir məsələ ondan ibarətdir ki, yəni biz beta koeffisientlərin qiymətləndirilməsini apararkən buna diqqət yetirmək lazım. Bir interval olur. Məsələn, biz deyirik ki, bizim modelimiz necədir? Yəni deyik ki, buradakı halda y bərabərdir, y bərabərdir. Y bərabər deyəndə house price deyək də, house price bərabərdir. Yəni 98 tam %248, %248 gəlsin 0,10,977 vurulsun, yəni belə deyək də square fit bu formada. Biz, yəni bu bir ortalama qiymətdir. Lakin əgər evin qiyməti, burada biz nəzərə almaq lazımdır ki, evin qiyməti bir vahid dəyişərsə, deməli, bunun necə deyilməsi, 1 kvadrat fit artarsa, evin qiyməti minimum, yəni bunu 100-ə vursa $33,74 artacaq. Maksimum isə 185,8 dollar artacaq. Bu, yəni bir interval qiymətləndirməsidir. Və əlbəttə ki, biz p-value'ları qiymətləndirərək, indi imtahanlarda bəzən düşə bilər ki, məsələn, p-value yoxdur, əvəzinə bunu veriblər. Model əhəmiyyətlidirmi, əhəmiyyətli deyilmi? Yəni, daha doğrusu koeffisient əhəmiyyətlidirmi, əhəmiyyətli deyilmi? Əgər bu aralığa 0 daxil olmursa, çünki siz bunu statistika kursundan bilməlisiniz, əgər bu aralığa 0 daxil olmursa, biz deyirik ki, bu koeffisient əhəmiyyətli. Amma görürsünüz, bu yuxarıdakına, görürsünüz, yəni, belə deyək də, yuxarıdakı parametri götürəndə, bunu biraz şey eləyəndə, yəni, yuxarıdakı parametrə baxanda, bura və bu aralığa 0 daxil olur, mənfi ilə müsbət arası bir qiymətdir deyənə. Biz nə edirik? Deyirik ki, bu koeffisient nədir? Yəni, intercept, yəni evin kvadratı 0 olan evin qiymətinin $98,248 olması ehtimal nədir? Səhvdir, doğru deyil. Baxın, həmin o interval qiymətləndirməsi də bunu bildirir. Əgər evin qiyməti, yəni $1000-dan ölçdüyü üçün 95% əminliklə biz deyə bilərik ki, əgər 1 kvadrat foot, yəni evin kvadratı artırsa, evin qiyməti minimum $33,4, $174, maksimum isə $185,8 artacaq. Yəni bu 0, yəni özündə etibar etmədiyi üçün, bu intervala 0 daxil olmadığı üçün square fitin, yəni beta koeffisienti bizim üçün nə sayılır? Əhəmiyyətli sayılır. Və o intervalda bu formada biz vermiş oluruq. Belə dostlar, dərsimiz, yəni ki, bu təlimimiz, yəni F testin qiymətləndirməsi təlimi bura qədər biz yekunlaşdırırıq. İnşallah ki, növbəti dərsimizdə biz yəni nümunə üzərindən bu koeffisientlərin qiymətləndirməsinə baxacaq. Yəni ümumiyyətlə, yəni biz necə o dəyərləndirməyə baxacaq, bir-bir, yəni parametrlərin qiymətləndirməsinə baxacaq. Ümumiyyətlə, yəni bura qədər keçdiyimiz məsələləri
bir-bir yoxlayacağıq burada biz R-square nə deməkdir, ümumiyyətlə belə deyək də Gauss-Markov şərtləri necə yoxlanılır və s. və axır. Biz bir data götürəcəyik, o datanın üzərindən bunu həyata keçirməyə çalışacağıq. Belə əziz dostlar, bu təlim, bu dərs burada yekunlaşır. İnşallah növbəti dərsdə görüşərik. Hər birinizə təşəkkür edirəm izlədiyiniz üçün. Sağ olun.